Bugün Borçalını gəzirəm proqramı çərçivəsində Təkərli kəndindəyik. Bu video süjet çərçivəsində Təkərli kəndinin tarixi, burada yaşamış önəmli insanlar, eyni zamanda mövcud tarixi abidələr haqqında sizə məlumat verəcəyik. Bax, gözünüzlə gördüyünüz bu daş bizim Təkərlinin simvoludur. Çox qədim bir daşdır. Bu 3-cü, 7-ci əsrə aiddir. Əgər hər bir qoçun bir-biri ilə döyüşünə diqqətlə fikir versəniz, çox iti surətlə bir-birinə zərbə endirirlər. Yəni bu türkün endirdiyi zərbəsidir. Biz hal-hazırki vəziyyətdə Təkərli kəndinin Zeynallar qəbirstanlığındayıq. Bax, bu gözünüzlə gördüyünüz bu daş bizim Təkərlinin simvoludur. Çox qədim bir daşdır. Bu 3-cü, 7-ci əsrə aiddir. Çünki belə bir tarixi daşın aşılanma formasına baxanda yağıntıdan bu cür çuxurların əmələ gəlməyi min illiklərdən söz gətirir ki, yəni bunun çox qədim tarixçəsi var. Bu bizim Təkərlinin həm simvoludur, həm tarixidir, yaranma günüdür. Eyni zamanda Borçaldakı türklərin tarixidir. Borçaldakı türklərin yaşayış tərzinin keçmişi, kartası bunlarla təyin olunur. Sakki vaxtda da bu qoşlar harada yerləşir, onunla təyin eləmək olar ki, hansı əraziləri qədim türklər yaşayıblar, bugünkü gündə yaşayırlar. Bax, belə bir tarixə malikdir. Bu qoşlar ümumiyyətlə Orta Asiya boyundan başlayır, indiki Kiçik Asiya qədər uzanır. Hər bir yerdə var buna, hər yerdə rast gəlinir. Naxçıvanda, Azərbaycanın cürbəcür bölgələrində, o cümlədən Orta Asiya bölgələrində hər bir yerdə qoça rast gəlmək mümkündür. Bu həm də xalqımızın, millətimizin igidlik rəmzidir bu qoç. Həm də bolluq, bərəkət rəmzidir. Qoçlar ümumiyyətlə çoxdur. Azərbaycanda hər yerdə var. Naxçıvanda, Qarabağda, Göyçama halında, o cümlədən Türkiyədə və bu bölgələrin əksəriyyətində kəndlərdə, bizim Ağamətli kəndində də var. Onun şəkili məndə var, Ağamətli qəbirstanlığında da var. O cümlədən Zol Güyəşdidə, Dumanisidə, Baş keçiddə çoxdur, Boş keçiddə lap çoxdur o bölgələrdə, Hamamlıda o bölgələrdə çoxdur belə dostlar. Çoxdur orada, indi mən adları dəqiq yadımda çıxır bəzilərinin adları, ancaq onların haqqında geniş sənədlər hazırlamışam mən, toplu halında var, haradadır bizim bu daşlar. Hamısında şəkillərini çəkmişik. İnşallah yaxın vaxtlarda Silinməz İzlər kitabında onların hamısını xalqımıza təqdim eləyəcəm və xalqımız onun haqqında geniş sənədlər əldə eləyəcəklər. Biz bu qəbir daşları haqqında da qısaca məlumat verərdiniz. Bu qəbir daşlar çox qədim qəbirstanlıqdır bu. Bu Zeynallar ümumiyyətlə kəndin ağasıdırlar bunlar, ağa olublar. Zeynal ağalılar deyirlər bunlara. O cümlədən bu qəbirstanlıqda da olar. Bu qəbirstanlıq belə hadöyüdü. Qəbirstanlıq bax belə dörd tərəfi hasarın içindeydi. Bax, o baravarda giriş var idi. Giriş qapısı. O giriş qapısında yazılmışdı. Qurancaq ərəb əlifbasından yazılar var idi və orada o hissədiydi. Hamısını uçurdular, yox etdilər. O qəbirlər var. Bax, o qəbir olmalıdır. Mən biləsim 1424-cü il aiddir. Burada yazılar var. Var, yazılar var. Hamısı ərəb əlifbasından yazılıb. Ümumiyyətlə, ərəb əlifbası özünüz yaxşı bilirsiniz ki, bizə çox qədimdən gəlibdir. Bu 644-cü ildən İslamiyyətin yaranmasından ərəb əlifbası bizdə istifadə olunub deyin. Bu qəbirlərin əksəriyyəti ərəb. İkinci də fikir versən, 1, 2, 3, 4, 5 ulduzlu hamısı. Hamısında ulduz var. Bax, burada da 6 ulduzlu, 8 ulduzlu da var. Yəni bu türklərin simvollarıdır, möhürləridir. O cümlədən Cələflilərin qəbirstanlıqları. Bax, bu Necvədinin üst tərəfində orada damqaçı var. Həmən o damqaçı, niyə damqaçı adlanır? O zaman Şirvandan, Şamaxıdan gələn
qəflə qatır, daha doğrusu Karvan. oradan keçəndə damğa vurulurdu. O damğaçı ondan qalıb onadı. Damğa vurulurdu, icazə verilirdi ki, Gürcüstan ərazisinə keçə bilər. Bax, həmən o damğa da, o damğaçı da hamısı təkəllərin vaxtilə işləri olubdu. Orada o işlərlə məşğul olublar. Bax, belə bizim böyük qədim tarixçəmiz var burada. Hətta burada samovar şəkildə var. Bu ümumiyyətlə samovardımı, bilmirəm düzgün ifadə elədim. Nəyin rəmzidir bunlar? Ümumiyyətlə türk daşlarının üstlərində cürbəcür şəkillər olur. O cümlədən tikiş maşını və qırxılıq, bu heyvanı qırxan. Yəni bunları elə bil ki, türklüyün bir rəmzidir. Yəni o göstərir ki, bu çobançılıqla məşğul olub, yun qırxan olub və yaxud da yun əyran olub. Digəri samavar, yəni evdar qadın olub. Bax, beləncə rəmzlər daşıyır olar. O çox daşlarda var o. Mən çox müşahidə edirəm. Cürbəcür daşların üstündə şəkillər olur. Bu məscid, gördüyünüz məscid çox qədim məsciddir. 1860-cı ildə General İsrafil bəy tərəfindən öz şəxsi pulunla bunu tikdirib Təkəli xalqı üçün. O kəndə 1861-də dəyirman, 60-da isə meçid tikdirib öz şəxsi pulunla xalqımıza veribdi. Bax, həmən meçiddir, büyünə kimi də fəaliyyət göstərir. Arada bir Şura hökumətinin vaxtında skalat qardılar, ambar idi. Ambardan sonra mədəniyyət evzad oldu. İndi hal-hazırda yenə meçid kimi fəaliyyət göstərir. Yəqin ki, gələcəkdə indi xalqımız bunu abadlaşdıracaqlar, daha gözəl meçid şəklinə salacaqlar. Növbəti bundan da qədim meçidlər var imiş bizim kənddə. Bu dövrlərdə yerləşirlərmiş. Onlar da öz dövrünü başa vurublar, uçub dağılıblar. Onlar mədrəsə idi. O mədrəsənin biri 1797-ci ildə tikilmişdi. Həmən mədrəsədə bizim o dövrün gəncləri hamısı təhsil alıblar. O mədrəsəyi qutaranlar sonra gedib əksəriyyəti oxuyub, həkim, müəllim, cürbəcür böyük vəzifələr tutublar. Bax, belə, yəni xalqımıza qərarlı olubdu, xeyirli olubdu. Bu gördüyünüz Yadyarovların izləridir. Yəni bizim Təkəldən olduğunu sübut eləmək, elə bu qəbirlərə baxmaq kifayətdir. Yəni ki, bunların izləri, Təkəldə qalan izləri bunlardır. Bundan başqa da yuxarıki qəbirstanlıqlarda onların baş daşları olan orada qalıqları var, geniş şəkildə. Bax, bu gördüyünüz Stara xanım Həsən bəy Yadyaroğlu'nun qaynənəsinindir. Və o biri daş isə o da həyat yoldaşı Ruxsarə xanımın daşıdır. Həsən bəy də burada yatır. Onun qəbri də buradadır. Hərçənd onun haqqında burada elə iz yoxdur. Ancaq biz xalqımız belə qərarlaşdıq ki, gələcək yaxın vaxtlara buna oxşar bir belə daş da burada təşkil olunacaqdır və onun üstündə General Həsən bəyin adı həkk olunacaq və gələcək nəsillərə onu saxlayacaq ki, gələcək nəsillər onu görsünlər və belə daşın, daha doğrusu onun burada yatdığını şahid olsunlar hamı. Bəs bunun altı boşluq kimi idi? Bunun altı sərdabadır. Sərdabadır. Axırıncı dəfə bu sərdabıya 1934-cü ildə Həsən bəy rəhmətə gedəndə Əli dayı rəhmətlik Nəvoğlu Əli burada qapısı var imiş, açıb həmən Sərdabıya da onun qəbrini oraya yerləşdiribdir. Yəni burada 3 qəbirdir. O Sərdabada 3 adamın Starı xanımdır, Ruxsarı xanımdır, bir də Həsən bəydir. Bunlar Yadgar Uşaqoğlu evlatlarıdırlar. Yəni onların izləridir. Bu kəndin ortaq məscid qabağındadır da özünüz görürsünüz. Burada təşkil edilənlifdir. Özü də bu qəbirlər təzə deyil, çoxdan qədimdən qoyulub. Sadəcə bura biraz çökmüşdü deyin. Elimiz var olsun. Elin köməyi ilə bunu bərpa eləmişik. İndi getdikcə daha da bunu planlaşdırmışıq ki, gözəl daşlarla düzdürək buraya və
Həsən bəyin haqqında da burada xüsusi beləncə bir daş qulaq. Bax bu gördüyünüz kurgan Təkəli ərazisində tapılıbdır. Bu o zaman arxitektorlar burada arxeoloji qazıntı taparanda dedilər ki 13-cü 14-cü əsrə aiddir bu. Burada 4 dənə qəbir idi. Qəbrin biri bax bu hissədə idi. Biri o da oradadır, biri orada, bax biri də orada idi. 4 qəbir idi. Qəbirdə çoxlu zinət əşyaları tapıldı. Onlar hamısı muzeylərə aparıldı. Çünki Sovet ölkəsinin vaxtı idi. 1975-76-cı ilə aid o hadisədir. Həmən anda Sovet ölkəsi tapıntıları haraya lazım olanda özləri aparırdı. O heç kimə gənəşmədən olurdu. Ona görə biz onu dəqiqləşdirə bilmədik. Bax bu özü üstü belə qayrıqlı olubdu, yumru halda. İndi uçub görürsünüz, dağılıbdır. Kərpişdən ibarət idi. Belə qırmızı kərpiş idi, üstü dağıldı. O qabaq hissəsində giriş var. Bu da oradan girişdir. Pilləkənlər idi. Pilləkənlər də dağıldı. Gəlirdi orada ay ulduz. Ay ulduz bu İslamiyyətə aiddir. Da hamınız bilirsiniz ki, türklərə aiddir. Ay ulduzuydu. 6 güşəli ulduzuydu. Mən özüm şəxsən baxdım, onu şəkildə çəkmişik, onu götürdük. Bax bu o vaxtı təyin olundu. Ondan başqa onun arxa tərəfi, bax orada qazıntı işləri aparıldı. Orada 6-cı əsrə aid cürbəcür tapıntılar tapdılar. İskənələr tapıldı, cürbəcür əvək daşları, bu baltalar, hansı ki o dövrə aid olan əşyaları hamısını orada tapdılar. O cümlədən orada yaşama əraziləri, ocaq haradakı istifadə olunmuşdu da onun külünə qədər tapıldı. Orada yəni o qədər dəqiqliklə orada alimlər tərəfindən baxıldı, təyin edildi. Və daha ki belə dedilər ki, bax bu gördüyünüz o çökəklər var nə? Bəli. Hamısında tarixi abidələr var. Hamısında. Düz onları da aparmadılar. Çünki maliyyə olmadı, ya nəsə olmadı, aparılmadı. Ancaq dedilər ki, bax o qəbirlər də düşür belə. Bunun hamısının içində tarixi abidələr var çoxlu. Bu özünüz də yaxşı görürsünüz ki, bütün əllə yonulmuş daşlardır. Fikir verirsiniz, daşlar çox qədimi daşlardır. Özü də gəcdən istifadə olunmuşdu. Gec 12-ci əsrdə başlayır. Demək bu 12 ayı ya 14-də də ola bilər. Çünki gec haradakı gec var, gec o dövrlə başlanır. Acı qırmızı körpüdə görürsün, geclə istifadə olunub 12-ci əsr. Bu da onlara uyğun. Yəni bu bizim fakt özümüzün tarixi tapıntımızdır.